Dostlar salam, hər vaxtınız xeyir olsun. Mənim adım Kəmaldır. Bugün sizlə Dubai vlogumuzun 18-ci videosunu çəkirik. Zarafat 3-cü həftəmizdə elə bir ki, dünən challenge başlamışdı və bugün 18-ci videonu çəkirəm. Sevindirici tərəf ondan ibarətdir ki, artıq özümü müəyyən qədər disiplinə sala bilmişəm. Çünki hər gün video çəkirəm və edit eləmirəm. Olduğu kimi də yükləyirəm YouTube-a. Bu məni ona sövq eləyir ki, fikirlərimi düzgün şəkildə çatdıra bilim. Bilirəm, bəzən fikirlərim qarışıq olsa da, amma ən azından normal qaydada danışmağa çalışıram. Bu da eyni zamanda mənə imkan verir ki, speaking məşqlərimi eləyim öz dilimizdə. Daha arxaca danışa bilim. İşdən gəlmişəm, Azərbaycanda bir sahibkarla konsultasiya keçirəm. Və elə bir ki, sahibkarın özü satış sistemini qurmaqla bağlı danışırdı. Əməkdaşı yetişdirməkdir, əməkdaşa düzgün gündəlik planların verilməsidir və s. Və məsələ gəldi, çatdı maaş məsələsinə. O da öz təcrübəsini danışdı, mən də öz təcrübəmi danışdım. Çünki bildiyiniz kimi mənim satışda 15 ilə yaxın iş təcrübəm var. Həm satış əməkdaşı olaraq çalışmışam, uzun müddət təlimçi olaraq çalışmışam. Bugün artıq satış rəhbərinə yaxın bir vəzifədə çalışıram Dubayda. Yəni, satışda bildiyiniz bir təcrübəm var. Mən də paylaşdım, o da paylaşdı və eyni şeyləri dedik. Məsələ nədir? Azərbaycanda ali təhsil alan və heç bir təcrübəsi olmayan və Excel-i və Word-ü bilməyən gənclər var ki, düşüncəsi bilirsiniz nədir? Mən əgər bu işə qəbul oluramsa, mənim başlama maaşım 650 və yaxud da 700 manat olmalıdır. Çünki mənim tələbatım var. Mən demirəm bu doğrudur, bu səhvdir, hər nədirsə. Mən sadəcə öz dövrümdən baxıram. Bizim dövrümüz elə rahat dövr olmayıb əslində. Mən universitet vaxtından işləyirdim. 2-ci kursda axşam növbəsində oteldə ofisant işləyirdim. 175 manat maaş alırdım. Səhər gəlirdim universitetə. Həyatımda, universitet dövrümündə aldığım ən yüksək maaş 250 manat olub. O da ona görə ki, mənə əvəz edən ofisant işdən çıxıb və mən də məcbur olmuşam bir ay tam olaraq onun yerinə işə gəlim. Gecə növbəsi. İndinin gənci heç nə bilmir. Sadəcə əlində diplomu var və fikirləşir ki, ona artıq yuxarı maaş verilməlidir. Çünki o ali təhsillidir. Excel bilmir, Word bilmir, xarici dil bilmir. Azərbaycan dilini də bilmir. İnanın mənə, danışdıran özünü ifadə edə bilməyəcək. Bir sözün arxasına o birini qoya bilmir. Qardaş, dövr o dövr deyil. Kağız parçası səni xilas eləməyəcək. Fikirlərini çatdıra bilmirsənsə, bazar dəyəri formalaşdırmamısansa əgər, öz bazar dəyəri formalaşdırmamısansa, heç kim sənə o pulu investisiya edən deyil. Çünki şirkət üçün əməkdaşa verilən maaş bir yatırımdır. O geri qayıtmalıdır. Sən onu geri qaytarma potensialın yoxdursa, sənə o pul verməyəcəklər. Rəqabətçi bir bazardır. Sən artıq əlində 5-6 dənə qarpız tutmağı bacarmalısan. Ali təhsil kifayət eləmir. Xarici dil bilməlisən. Kompüter bacarıqların olmalıdır. Sən yəni artıq hətta universitet dövründə belə müəyyən bir təcrübələrin olmalıdır. Seminarlara qatılmalısan, təlimlərə qatılmalısan. Boğazından kəsib təlimimi verməlisən ki, gələcəkdə universitetdən sonra sahibkara göstərəsən ki, mən işləməsəm də özümə yatırım edən bir insan olmuşam. Cəmaət keyf eləyəndə mən 100-150 manat təlimə verirdim. Hətta bəzi işlər üçün bu da kifayət eləmir. Yəni, insanlar çox arxayınlaşırlar. Elə fikirləşirlər ki, yəni, adı nədir onun, ver yeyim, ört yatım, gözdə canım çıxmasın kimi bir şeydir. Yəni, mənə dəməyin, ali təhsilim var, bu işə düzələcəmsə 650 manat mənim maaşım olmalıdır minimal, çünki mənim tələbatım var. Sən nə danışırsan? Sən nə danışırsan? Doğru, çox qəribədir. Çox qəribə bir şey formalaşıb. Bilmirəm bu nəyə görədir. Bu startup mentalitetidirmi? Çünki görürlər axı bu dəbdədir. Bir şey qurursan, 4-5 nəfər yığırsan ətrafına, 3-4 ay sonra investisiya alırsan, startupın prototipi yaradılır, yoxlayırsan, nəsə prototip deyirlər də, ilkin versiya yaradılır, sonra investisiya olunur və sən milyonçu olursan tez bir zamanda, əziyyət çəkmədən. İnsan belə deyil. İnsanın evini yıxan budur. Bizi stresli vəziyyətə qoyan budur. Bizi içinə qapanıq formalaşdıran şeylərdən biri də budur. Bizim özgüvənimizi salan da budur. Çünki biz elə bir cəngərliyə giririk, belə qalstukla, çünki ali təhsilliyik yaxı. Və cəngərlikdə bizi yeyirlər. O deyil. Vəhşi bir sistemdir. Buna da ayaq uydurmaq üçün sadəcə olaraq təhsil kifayət eləmir. Bilmirəm aranızda mənə baxanlar içərisində neçə nəfər
universitet oxuyan tələbələrdir, neçə nəfər yaxınlarda məzun olub, neçə nəfər bu əziyyəti çəkir, neçə nəfər heç bu əziyyəti çəkməyib, bilmirəm. Bildiyim odur ki, tanıdığım insanlardan da bildiklərim odur ki, o deyil. Mən indi Dubayda işləyirəm. Gün ərzində cəmaət gəlir saat 9-un yarısı 5-də çıxır, mən 8-də işləyəm. Mən saat 7-də işdən çıxıram, çox vaxtı, bəzi hallarda 6-da çıxıram. Hamıdan tez gəlirəm, demək olar ki, bir xanımdan başqa, hamıdan gec çıxıram. 6 bazarda işləyirəm, bacarığımı inkişaf elətdirmək üçün evə gəlib təlimimi verirəm, evə gəlib konsultasiyamı keçirəm, rus dilini öyrənirəm. Çünki Dubayda otel marketində, otel sistemində rus dili çox önəmlidir, mən rus dilini bərbaddır, öyrənməliyəm. İdmanımı çalışıram ki, eləyim. Bazar dəyərimi mən qaldırmasam, kifayət eləmir. Sırf bildiklərim mənə kifayət eləməyəcək. Mən məcburam ki, özümü inkişaf elətdirim. Dostlar, dövr odur, zamanə odur. Sırf mən bunu bilirəm deyə mənə bu verilməlidir, mən inkişaf eləyəcəm deyə bir şey yoxdur. Bilmirəm neçə nəfər bunu dərk edir, bilmirəm neçə nəfər bunu anlayır, bilmirəm neçə nəfər bununla razılaşmayacaq. Amma mənim 34 yaşım var və Azərbaycanda yəni sıfırdan öz gücünə qalxan biri kimi deyirəm mən sizə. Mənim dayım olmayıb, mənim ətrafımda məni push edən heç kim olmayıb. Məni kimsə push edibsə, qabağı çəkibsə, nə vaxtsa onun əlinin altında işlədiyim bir insan olub. Qohumum zadım deyil. Məni Dubaya çağıran şeydir, Lebanonludur, Livyalı biridir və qohum harda qohum oldu? Livyalı. Nə var? 2019-cu ildə mən onun komandasında işləyib özümü doğrultmuşam. 6 il sonra mən yenidən çağırdı. Xarici ölkədən bura işçi gətirməyi xərci bilirsiniz nədir? Nə qədər xərci var, nə qədər proses çəkir. Və məni yenə gətirdi yanına. Nəyə görə? Əziyyəti çəkmişəm. Azərbaycanda da əziyyət çəkib qalmışam. İşləyə təlim verirdim. Çünki bilirdim ki, işlədiyim iş mənə kifayət eləməyəcək. Nə bilim, bununla bağlı mənim ürəyimdə oldu. Bilmirəm, siz nə fikirləşirsiniz? Fikirləriniz açığı mənə maraqlıdır. Bəlkə də səhv fikirləşirəm, bəlkə də düz fikirləşirəm. Bəlkə də bilmirəm, heç bu fikirlərin heç bir mənası yoxdur. Amma istəyirəm ki, fikirlərinizi paylaşasınız. Oxumaq istəyirəm. Rəylərinizi də oxumaq istəyirəm. Çətin dövrdür. Ayaqlaşmaq üçün möhkəm olmaq lazımdır. Möhkəm olmaq üçün də əldə 4-5 qarpuz tutmağı da bacarmaq lazımdır. Yoxsa kifayət eləməz. Hətta burada belə kifayət eləmir. Öz-özü qoruyun. Çox sağ olun mənə qulaq asdı. Səbirlə ümid edirəm ki, inşallah gələcəkdə daha yaxşı mövzulara toxunacağıq və daha müsbət və pozitiv mövzulara toxunacağıq. Elə bu mövzunun özü də pozitiv bir mövzudur. Pozitivdir ona görə ki, ən azından bir yol xəritəsi çizilə biləcək bir vəziyyətdir. Yəni üstümüzdə işləyə biləcəyimiz bir durumun içindəyik. Bu da pozitiv bir nüansdır. Yəni insanlar doymuşluq vəziyyətində deyilik. Bir boşluq var. Özümüzü inkişaf elətdirmək üçün bir səbəbimiz var. Bundan gözəl nə ola bilər ki? Üstümüzdə işləmək lazımdır və inkişaf eləmək lazımdır. Mütləq. Nəsə motivasiyadan aşağı oldu. Ki, axıra qədər qulaq asdısa, yazın ki, Kemal, axıra qədər dinlədim və yaxud da baxdım. Özünüzü qoruyun. Hələlik.